Hörmətli izləyicilərimiz, bu günləri Hövsanda gözəl 4.8 sotun içində 4 otaqlı tam təmirli evimiz çıxıb satışa. Evimizin yerləşmə yeri əla, marşrut xətti ilə cəmi 1 dəqiqəlik məsafədə. Belə gözəl həyətyanı sahəsi, qəşəng formada, bağı, bağçası, müxtəlif növ meyvə ağacları. Evimiz də tam hazır vəziyyətdədir, şəxsi tikili evdir, kommunallardan hər biri var. Yerləşmə yeri Hövsan, Adəm Marketin tam yanı. Gəlin bu suyu qoyaq ağacların dibinə. Adəm Marketin tam yanı. Bir də qardaş, buradan evin üz görünüşünü göstər zəhmət olmasa. Evimiz yerdən 10 daş kürsülüdür, 6 qaraç hissəsidir. 2017-ci ildə tikilibdir evimiz. Evimiz şəxsi tikilidir, bir daha vurğulayıram. Burada deməli, bağ hissəsini göstərək. Evimiz bütövlükdə 120 kvadratlıq evdir. Yəni, Hövsan bazarında hal-hazırda özünə şəxsi tikili şəhər sahədə ev axtarırsınızsa, bu evimizi əldən verməyin. Həyət üçün ayaq yolu hissəsidir. Evin arxasına və sol tərəfə də keçid eləmək mümkündür. Evimiz düz 9 ilin evidir. Qaraç hissəsini də təqdim edeyim sizlərə. Və buradan da qardaşım evin üz görüşünü göstərəsən zəhmət olmasa. Pəncərələrin raşatkaları vurulubdur. Evimiz tam əşyalı vəziyyətdə verilir. Evdə nə görürsünüzsə, hamısı qalacaq. Burada da belə qəşəng dostlarımız var. Aşağıda köməkçi otaqlar mövcuddur və qaraç hissəsi. Düzdür, indi burada biraz artıq əşyalar var deyə tam ətraflı təqdim edə bilmirəm sizlərə. Amma lazımi hündürlükdədir. Rahat bir şəkildə də 2 maşın qarajına daxil olur. Ya Allahın adı. Evimiz bütövlükdə cütdaşla inşa olunubdur. Kimə maraqlı olsa, ustasını götürsün, buyursun, gəlsin, baxsın inşallah bu evimizə. Buradan da həyətini göstərərsən, qardaş, zəhmət olmasa. Həyətinə də 3 maşın ard-arda daxil ola bilir rahatçılığına. Ya Allahın adı. Yəni, sizlərlə bir yerdə danışa-danışa daxil oluram evə. Və daxil olduğumuz zaman geniş koridor hissəsi, yer bütövlükdə laminat. Burada deməli xamlarımızın nəzərinə qəşəng mətbəximiz yerləşir. Nə görürsünüzsə evdə hamısı qalacaq, Allah qoysa, hamısı. Daha sonra bura hamam sanitar qovşağı. Daha sonra burada deməli bir otağımız yerləşir. Otaqlar ölçüsü əla, bütövlükdə 120 kvadratlıq evdir.